Salam əziz izləyicilər. Biz keçən söhbətlərimizdə Osman, 3-cü xəlifə Osmandan danışdıq ki, dedik ki, Quranın digər Quranların yandırılması və sonra 1-ci Əbubəkirin tapşırığı ilə toplanan Qurana əsasən digər Quranlar, müsəflərin sayının artırılması bununla bağlı danışdıq. Bunları Osman, 3-cü xəlifə Osman bunu ona görə eləmişdi ki, qiraətdə bir dənə vahid bir qiraət olsun. Hamısı söykənsin bir qiraətə, yəni bir dənə kitaba əsaslansın. Məqsəd bu idi 3-cü xəlifənin bu işi görməyində. Və yaxşı sual yaranır ki, bu iş görüldü. Bəs nəyə görə yenə sonrakı dövrlərdə biz gördük ki, müxtəlif fərqli qiraətlər çıxdı və gəlib indiki dövrə də gəlib həmin o fərqli qiraətlər gəlib çıxıb. Bəs nəyə görə bu fərqli qiraətlər çıxdı? Yəni Osmanın elədiyi, atdığı addımın heç bir xeyri olmadı. Yəni bu qiraətlərin vahid bir qiraət yaranmadı. Elə yenə də müxtəlif qiraətlər yarandı. Bunun bir neçə dənə səbəbi vardır. Birinci səbəbi budur ki, birincisi o vaxtı ərəb əlifbası, ərəb yazısı ibtidai bir yazı idi və Osmanın dövründə həmin hərflərin nöqtələnməsi, hərəkələnməsi məsələsi yox idi. Yəni elə baxırdın hərflərə, məsələn bədi, tədi, sədi, baxırdın hamısı yazılışı eyni cür idi. Və bunu sən oxumaq üçün bəni bə kimi oxumağın, təni tə kimi oxumağın gərək sənin güclü bir hafizən olmalı idi. Həmin kəlməni sən əzbər bilməli idin ki, bəni elə bə kimi, səni də sə kimi oxumalı idin. Bu birinci səbəbi idi ki, gətirdi sonradan fərqli qiraətlərin çıxmağına səbəb oldu. Digər səbəb budur ki, əlif hərfinin yazılmaması idi. O vaxt əlif hərfi yazılmırdı və bəziləri gəlirdi, məsələn, bəzi qarilər gəlir, Məliki Yevmiddin kəlməsini Məliki Yevmiddin kəlməsi kimi oxuyurdular. Və sonra Quran-ı Kərim biz bilirik ki, Quran-ı Kərim nazil olanda Qureyş ləhcəsində nazil olmuşdu və Qureyş ləhcəsi də gözəl bir ləhcə idi, fəsahətli bir ləhcə idi və o vaxtda da ləhcələr çox idi, fərqli ləhcələr var idi. Elə indinin özündə də ərəblərdə fərqli ləhcələr var və qarilər də Quran-ı Kərimi oxuyanda nə qədər istəsələr də elə Qureyş ləhcəsində oxusunlar, elə dilləri çönürdü, yenə də elə aparıb elə öz ləhcələrində oxuyurdu. Və məsələn, fərz eləyək də, məsələn, mən deyirəm ki, bu kitabı mənə ver, sözün deyirəm. Mən də bilirəm ki, elə bunu mənə ver, mənə sözü işlənməlidir. Amma məsələn, danışanda görürsən ki, kimsə bunu ma ver kimi işdə danışırsa, elə bu cürdə danışacaq. Baxmayaraq ki, mənə kimi bilir. Və o vaxtda da baxmayaraq ki, məsələn, nəstəin kəlməsini hansısa bir ərəb nistəin kimi öz ləhcəsinə uyğunlaşdırıb oxuyurdu. Və yaxud məsələn, nə'budunu nə'budu kimi oxuyurdu və o gətirdi, səbəb oldu, həmin qarilərin ləhcələrə uyğun oxuması gətirdi, səbəb oldu müxtəlif qiraətlərin çıxmasına. Və sonra bu digər səbəbidir. Digər səbəbi də budur ki, qarilər şəxsi nəzərlərin, rəylərin qoyurdular ortalığa. O vaxtı bir nəql yoluna əsaslanırdı. Hansısa bir kəlmənin oxunuş tərzi bir nəqlə əsaslanırdı, bir də səmai, yəni eşitmə yolu ilə. Ümumi kütlə, sahabələr bu kəlməni bu formada eşidiblər Həzrəti Peyğəmbərdən. Bu yolla, bu rivayətlə gəlib bizim əlimizə çatıb ki, kəlmə bu cür oxunmalıdır. Bu iki dənə yola əsasən kəlmənin oxunuşunu təyin eləyirdilər, əgər ayırd eləyə bilməsəydilər kəlmənin oxunuş tərzini. Amma bəzən görürdün ki, sahabə, qari, qiraət eləyən, Quranı oxuyan, harası ezam olunanda götürürdü, məsələn, kəlmənin oxunuşunu bilməyəndə, oxunuşunda biraz tərəddüd yarananda başlayırdı artıq
Quranı qiraət eləyən qari öz rəyin ortalığa qoyurdu ki, mənə görə bu cür oxunmalıdır və özünə görə öz şəxsi əsaslar, şəxsi dəlillər gətirirdi ki, bu dəlillərə əsasən bu kəlmə bu formada oxunmalıdır. Deməli, bu başqa səbəblər də var, amma əsas səbəblər bunlardır ki, gəldi fərqli qiraətlər ortalığa çıxdı. Bu qədər. İnşallah gələn söhbətlərdə görüşərik. Allah amanında.